Salam, hər vaxtınız xeyir yoldaşlar. Bugün biz sizinlə paradoks mərkəzində keçirilmiş OTK sınavının izahına baxırıq. Qeyd edim ki, izahlarımız sizə faydalı olarsa kanala abunə olub bəyənməyi də unutmayın. Keçək birinci suala. Deyir ki, binonun açısında 8-ci həddin əmsalı 16 olarsa M parametrinin qiymətini tapın. Yoldaşlar, bunun 8-ci həddi kombinizon 8-dən 7 olur. Olur buradan mx kubu üzeri 1 vurulsun x üzeri 4 üzeri 7. Əlbəttə bunlara mənə ehtiyac yoxdur. Yalnız bu bir qüvvətinin m aid olması lazımdır. Kombinizon 8-dən 7 ilə kombinizon 8-dən 1'dir. Bu da ilə 8 eləyir. Olur 8m bərabərdir 16. M bərabərdir 2. Doğru cavab C variantı. Keçdi düz bucaqlı üstənin katetləri 5 və 12'yə bərabərdir. Düz bucağın kiçik bucağın təmbilən qarşı tərəfi 2 hissəyə bölür. Deməli, baxın, yoldaşlar, düz bucaqlı üst bucaqdır. Bura 5'dir, bura 12'dir. Avtomatik sizin aldığı gələn olmalıdır. Bu 13'dür. Bunun təm böləni, yəni alfa alfa. Qarşı tərəfi də bilirik ki, 12K, yəni bu hissənin uzunluğunu 12K, bu hissənin uzunluğunu 13K olaraq bölür. O zaman 12K ilə 13K'nın cəmi 5 eləməlidir. 25K 5 eləməlidir. K 5'də 1 eləməlidir. Fərqini istəyir. 13K'dan 12K'nı çıxacaqsınız. Qalacaq K. K'nın da qiyməti 5'də 1 ya da 0,2 olaraq götürülə bilər. Doğru cavab Y variantı yox, D variantı. Sonra 3'də görürük ki, bu yoldaşlar tangens alfa plus beta'nın asılışıdır. O zaman tangens alfa plus beta olduğundan olacaq tangens 2x plus 4'dən 86 minus x'in asılışıdır. O zaman olacaq buradan tangens 86 ilə 4 toplayanda 90 minus 90 plus, daha doğrusu 2x'dən da x'i çıxanda x. Bir çevirmə düsturən əsasən bilirik ki, 90'da adın dəyişir, olur kotangens x. İkinci rübdədə mənfi olduğu üçün olur mənfi kotangens x. Doğru cavab D variantı. Keçdik növbəti 4-cü suala. Deyir ABC paralel köçmədə hipotenuzun üzərində 0,6 nöqtəsi verilib. Deməli, burada 0,6, burada 8, 0 verilibdir, eləmi? Aha. Deyir ki, düz bucaqlığın xaricini çəkimi çevirən mərkəzi 2,7 nöqtəsinə keçir. Bunun mərkəzini tapmaq üçün biz bilirik ki, düz bucaqlı üst bucaqda xarici çəkimi çevirən mərkəzi hipotenuzun tan ortasıdır. Tan ortanın koordinatı, yəni orta nöqtənin koordinatı eləyəcək 4-dən 3. Nətər tapırıq? 8-dən 0'ı toplayıb 2'yə bölürük, 0'dan 6'nı toplayıb 2'yə bölürük. 4'dən 3, 4-3 nöqtəsi keçir 2,7 nöqtəsinə. Yoldaşlar 2,7'yi keçdiyi üçün bizə burada nə deyir bəs? Bir bu paralel köçürmədə B nöqtəsi hansı nöqtəyə keçər? B nöqtəsi də 8, 0'dır, eləmi? İndi bax, 4'dən 2'yə keçibsə 2 vahid azalıb, 8'i 2 vahid azalanda 6, 3'dən 7'yə 4 vahid artıb, 0'da 4 vahid artıb, 6, 4. Doğru cavab olur D variantı. Keçdik 5-ci suala. Biz bilirik ki, bunlar vurulanda qüvvətlər toplanır, yəni 20 plus 19 plus nöqtə cəmi. Bunun da cəmi belə olmurmu uşaqlar? M vurulsun, M plus 1 bölünsün 2 bərabərdir. N'imiz 20'dir. 20'ni vuracağım 21'e, böləcəm 2'ye, eləyəcək 210. Oldu bu. I üstü 210 plus 5. İndi 210'un dövrlərinə baxıram. Yəni bu i-lərin dövrlərinə daha doğrusu 214 yerə bölsəm qalacaq 5. 52 elədi 208. Qalıq qaldı 2. Qalıq 2 qalanda üstü 2 götürdüm. Bunun qiyməti mənfi 1'dir. Aparıb yerinə mənfi 1 yazanda mənfi 1 plus 5 də bizə nə verəcək? 4 vermiş olacaq. 5-ci sualda. Keçirik 6-cı suala. Deyir ki, törəməsinin 2 qiymətində 42 olur. O zaman f törəmə x'i tapsaq 3 keçir qabağa olur. 3ax kvadrat plus 2a bərabərdir 42'yə. İndi buradan 2 qiymətini verməliyik biz yerinə. F2 bərabərdir, f törəmə 2 bərabərdir 12a plus 2a bərabərdir 42'yə, 14a bərabərdir 42'yə, a da bərabərdir 3'ə. Deməli, a-nın 3 qiymətində. Sonra keçirik növbəti sual. 7-ci suala A-ın ədədi silsiləsində deyir bu ifadənin qiymətini tapın. Yoldaşlar, mən bilirəm ki, bir dəfə burada A5'dən A3'ü çıxaram müxtəsər vurma düsturuna görə. Bir dəfə də A5 ilə A3'ü toplayaram. Aşağıda da A6'dan A2'ni çıxaram. Bir dəfə də A6 ilə A2'ni toplayaram. Mən bilirəm ki, baxın, A2, A3, A4, bir də A5, A6. Baxın, A6. 6 ilə 2'nin cəmi 2 dənə A4 verir ortadakı həddi. Bir də A3 ilə A5'in də cəmi, bu da 2 dənə A4 verir. Deməli, bu da 2 dənə A4, bu da 2 dənə A4. Bunlar deməli gedə bilər rahatçılıqla. A5'dən də A3'ü çıxanda mən A5'i yazaram A3 plus 2'dir, çıx A3 və A5'i yazdım A3 plus 2'dir.
A6'ını da yazıram. A2 plus 4D çıx A2. A2'lər getdi. A3'lər getdi. 4D'də 2D. Bunlar da getdi. 2'də 1 olmuş olacaq. Deməli 2'də 1'də 0,5. 7'də C var. 8'də bərabərsizlər heyətini həll eləyin. Deməli x minus 7'dən kiçiksə x kiçikdir. 7 ilə 3 toplayıram 10'dan. Bir dəfə də x böyüdür bərabərdir. 12'dən 2'ni çıxıram. X böyüdür bərabərdir 10'dan. Deməli, ədəd oxunda buna baxsaq, 10'dan kiçiklər belə, 10'dan böyüklər belə. Görürük ki, bütün ədəd oxunda alır deyə bir problem yoxdur. Olur mənfi sonsuzluq, müsbət sonsuzluq. Doğru cavab B variantı. Keçirik 8, 9-cu suala. Deyir, təyin oblasına daxil olan tam ədədlərin cəmini tapın. Yoldaş 3x minus 15 mən bilirəm ki, 0-dan böyük bərabər olmalıdır. 3x böyüdür bərabərdir 15'dən, x böyüdür bərabərdir 5'dən. Bir də 20 minus 2x böyüdür bərabərdir 0 olmalıdır. 2x kiçikdir bərabərdir 20 olmalıdır. X kiçikdir bərabərdir 10 olmalıdır. 10 və 5'lərin də cəmi toplam, deməli 10 və 5 arasında yerləşən cəmi də eləcək 45. Sonra bu 9 keçdik 10-cu suala. Deyir, vektorların arasındakı bucağı tapın. Vektorlar arasındakı bucağı necə tapılır? Əlbəttə ki, kosinüs alfa bərabər deyil. Skaler hasil bölünsün vektorial hasil. Deməli, skaler hasilini tapsaq, olacaq 2 vurulsun 3, uyğun x-lar, uyğun y-lər, üzərinə gəlsin 3 vurulsun mənfi 2, bu deyilir 0. 0 bölünsün hər hansı ifadə yenə 0 olduğundan, kosinüs alfa arada 0 alır, əlbəttə ki 90 dərəcədə. Keçdi 11-də, aparıb qiyməti yerinə yazsaq, görərik ki, bax burada, deməli, nə olur? 0 bölü 0 alınır, ona görə biz bunu vuruqlara ayırmağa çalışaq. Vuruqlara ayranda olacaq 4 üstü x çıxılsın. Bax 10 24'e gələ. Hasili 24 cəmi 10 eləyən 6 bir də 4x minus 4 var. Aşağıda da hasili 12 cəmi 7 eləyən 4 üstü x minus 3 var. 4 üstü x yox, artıq 2 üstü x olacaq olar. Deməli bax, burada 2 üstü x, burada 2 üstü x, burada 2 üstü x, burada 2 x minus 4. Bunlar getdi. Aparıb 2'nin yerine yazsam 2'nin kvadratı 4'dən 6 çıxıb böləcəm 4'dən 3 çıxanağa qalacaq mənfi 2. Doğru cavab Y variantı 11'də. Sonra 12'də uyğun tərəfə paralel olan iki bucağın fərqi 40 olarsa bu bucaqların böyüyü neçə dərəcədir? Fərqi 40-dırsa o zaman alfa minus beta ilə 40'dır. Alfa plus beta da 180 olmalı. Çünki fərqi 40-sa bunlar müxtəlif adlıdır. Eyni adlı olsa fərqi 0. Tərəf-tərəfə toplayanda 2 alfa 120, 220 eləyir. Alfa buradan 110 eləyir. Alfa 110 böyüyün istəyir, o da eləyir B variantı. Keçdi 13'ə, integralını hesablayın. Birinci bu kvadratı açaram. Olar x üstü 10. Üzərinə yensin 2x üstü 5. Üzərinə yensin 1. İntegral 0'dan 1'ə. 0 sərhəddini atırıq. Ehtiyac yoxdur. 0 eləyəcək. 1'i qoysaq bir dənə. Deməli. 1'i qoysaq bir dənə. Yox, 0'a da ehtiyac olacaq. Buradan baxaq. Bir dənə 0 qoymaq. 1'i qoyduq. Olacaq nə? Oldu. Ümumiyyətlə, bunların integral alsaq. Integral alanda olacaq x üstü 11 bölünsün 11. Üzərinə gəlinsin. Bir vahid artıranda 2 üstü x 6. 2x üstü 6 bölünsün 6. Plus x düzdür. 0 1'i qoyanda. 0 qoyanda problem olmayacaq. Yəni 0 olacaq deyə 1'i qoyuruq. 1'i qoyanda da eləyəcək 11'də 1 plus 6 ilə getdi 3'də 1 plus 1. Bu da eləyəcək 1 üzərinə gəlsin 33'də 11 plus 3, 33'də 14, 33'də 14'ün üstünə 1 gəndə 33'də 47 olmuş olacaq. Doğru cavab B variantı. 13'də sonra keçdik 14'cü suala. Keçirik 14'cü suala. Yoldaşlar bizə deyir ki, deməli tənliyinin ən kiçik müsbət kökü neçə dərəcədir? Biz buna dərəcə azaltma tətbiq eləsək 1 plus kosinüs 10x bölünsün 2 bərabərdir kosinüs 10x plus sinus 5x-a. Buradan 2'lər gedir. Kosinüsün biri buradakı ilə gedəcək. Olacaq 1 bərabərdir sinus 5x-a. Bilirəm xüsusi haldır deyənə 5, yəni 1'i harda alır? 90 plus 2 pi k'larda. Buradan da x eləyəcək pi bölünsün 10 plus 2 pi k bölünsün 5'ə. K'ya 0 qiymətdə verəndə ən kiçik müsbət kök olur. Pi bölünsün 10, yəni 18 dərəcə. Keçirik 15'ə. Mən bilirəm ki, bu daxil olur yoldaşlar. Bütün həqiqi ədədlərə. Çünki müsbətdir, həm də kökün dərəcəsi təkdir. Bu isə qüvvət müsbət rasional olduğundan
Deməli, yadınızda saxlayın ki, A minus 3 böyüdür bərabərdir 0 olacaq. Buradan da A böyüdür bərabərdir 3 olmuş olacaq. Doğru cavab deməli 3 müsbət sonsuzluq 15-də. Keçdik 16-ya. Deyir, həllər cütü verib mn olarsa, bir dəfə m x-ların yerinə m qoysam, m kvadrat plus m bərabərdir 8-ə. M vurulsun n plus n də bərabərdir 2-yə. Deməli, biz buradan m ortaq kimi çıxarsaq, qalacaq m plus 1 bərabərdir 8-ə. Buradan da aşağıdan n'i çıxartsaq, qalacaq m plus 1 bərabərdir 2-yə. İndi bunları tərəf-tərəfə bölsək, bunlar gedər. Olacaq m bölsün m bərabərdir 8 bölü 2, yəni 4 bölü 1. Deməli, m'imiz 4k'dır, n'imiz 1k. Olacaq 4k, 2-ni də 1k'ya vuranda 2k, 4k'dan da çıxanda k'nı, burada olacaq 3k, yuxarıda oldu 6k, k'lar getdi. Cavab elədi 2. Doğru cavab A variantı. 16. Keçirik 17-ci suala. Diagonalları perpendikular düzbucaqlı trapesin diagonal uzunluğu həndəs ortası 5 olsa hündürlüyünü tapın. Yoldaşlar, bu sualda məncə burada bərabər yanlı düzbucaqlı üstbucaq desəydi daha gözəl olardı. Ona görə bunda problem olduğunu düşünürəm. Amma yenə də deməli kommentlərdə öz fikirlərinizi bildirərsiniz. Keçdik 18-ə. Deyir ki, çevrə üzərində ABC nöqtələr qeyd olmuşdur. Təpələr bu nöqtə olan bütün dördbucaqlı təsadüfən seçilmiş birinin 3 təpəsində ABC nöqtələrindən olması hadisəsinin ehtimalını tapın. Deməli, 10 dənə nöqtə var. Dördbucaqlı qurmaq üçün kombinizon 10-dan 4. 10-dan 4 nə olur? 10 vur 9 vur 8 vur 7, 1 vur 2 vur 3 vur 4. 2 4-ün 8, 3-dən də bu gedir. Qalır 210. Deməli, biz burada 210 dənə dördbucaqlı qura bilirik. Və düzbucaqlı qurandan sonra deyir ki, təpələri A-da, B-də, C-də olsun. 3 təpəsi A-da, B-də, C-dədirsə, qalan 7 təpədən, 7 təpədən birini götürməliyik. O zaman olacaq kombinizon 7-dən 1, o da 7, bu da elədi 30-da 1. Doğru cavab A variantı olmuş oldu. Keçdik 19-a. Deyir, funksiyanın ən kiçik tam qiymətini tapın. Yoldaşlar, biz bilirik ki, bu ədədi orta həndəsi ortadan böyüdür. Bu Cauchy teoremində 1 bölünsün x-dan. Deməli, bunlar getdi. Bu 2-dən böyük, yəni 2 müsbət sonsuzluq, bir də mənfi sonsuzluqdan 2-yə qədər qiymət, mənfi 2-yə qədər qiymətlər ala bilir. İndi baxın. Deməli 2 plus 2 müsbət sonsuzluq, bir də mənfi 2. Aparıb mənfi 2-ləri yazanda, məsələn 4 üstü mənfi 2, məsələn 4 üstü mənfi 3, bu görürük 1-ə və 0 aralığında, yəni 0-a sonsuz yaxınlaşır. Bu aralıq 0-1 aralığında tam ədəddə yoxdur. 2-ni qoyanda olacaq 4 üstü 2. Bu da eləcək 16 müsbət sonsuzluq. 16 müsbət sonsuzluq ən kiçik tam ədəddə elə 16-nın özüdür. Keçirik sonra deməli 20-ci suala. Yoldaşlar, burada deyir ABCDY və düzgün altıbucaqlı prizmanın həcmi. Bir dənə düzgün altıbucaqlı prizma çəksə, yoldaşlar. Bax, altıbucaqlı. İstəyirəm deməli altıbucaqlı belə çəkdik. Bunları da çəkdik. Hə. İndi burada məsələ fərz edin ki, bunun oturacağıdır da. Bunun oturacağı A prizma olduğundan elə bil ki, bunlar da nə olacaq? Qaldırıldı yuxarı və bunları da birləşdirdik. Bir dənə belə prizma yaratdıq. Hə, çox da yaxşı alınmasa da yenə də siz orada özünüz çəkəndə biraz sərgəli çəkərsiniz. Tamam, indi bura oldu 2A. Bu S oturacağa baxsam, bu birinci trapesiya var. Bunun sahəsi nə olur? Onun sahəsi olur 3A, yəni oturacaqları toplayırıq, bölürük 2-yə, vururuq. Trapesiyanın da hündürlüyü A kökdə 3 bölünsün 2 də ilə hesablanır da. O zaman S oturacaq oldu nə olacaq? Oldu 3 kökdə 3 A kvadrat bölünsün 4. İndi bu prizmanın həcmi S prizma bərabərdir. Oldu S oturacaq. Yəni 4-də 3 kökdə 3 A kvadrat. Hə, bir də 2 dənə trapesiya var axı vardı. Birini hesablansa bunu da hesablanır. O zaman 2-yə vururuq. Vurulsun H olmuş olur. Bundan bu gedir, qalır 2. O zaman oldu. Bax buradan oldu. 3 kökdə 3 A kvadrat bölünsün 2 vurulsun H-a. S indi piramida. S piramid belə yazıram, bərabərdir. O piramida hansıdır ki, məsələn mən bunu A, B, C, D, Y belə götürək də. A-ları oturacağa yazaq. Bura olsun A, B, C, D, Y, bu da F. A1
Aha. İndi mənə deyir ki, ABCF olan oturacağı ABCF olan. Bax, buradan böl deyir. Bu da eyni şeydir. Yəni yenə sahə olaraq eyni şeydir. İndi bunun S nə idi? Üzr istəyirəm, həcm istəyir bizdən. Həcm. Tamam, bu da həcm. İndi bunun da həcmi 1/3 S oturacaq vurulsun H olacaq. Amma hündürləri eynidir. Çünki piramidanın hündürlüyü və prizmanın hündürlüyü eyni şeydir. Deməli, oturacağın sahəsi də trapesiyanın bir hissəsidir. Trapesiyanın bir hissəsi olduğundan olacaq 1/3 vurulsun 3/3 a kvadrat bölünsün 4. Bax, bu hissənin sahəsini burada tapmışdım. Bax, burada. Vurulsun h-a. İndi bunların nisbətini istəyir. Yuxarıda da yazıram 3/3 a kvadrat bölünsün 2 vurulsun h-a. H-lar getdi. Bunlar da getdi. 12 deməli. Baxın yoldaşlar, bu 2 düşür aşağı, bu 12 qalxır yuxarı. Deməli 12-ni də 2-yə böləndə buradan doğru cavab nə olmuş olur? 6 olmuş olacaq. Sonra keçdik 21-ə. 21-də deyir ki, radiusları 5 cm olan çevrələr bir-birinə düzbucaqlının tərəflərinə toxunurlar. Və ştrixlənmiş hissənin sahəsini istəyir. Radius 5-dir deyə. Yoldaşlar, mən bunun enini tapa bilərəm. Bax, radius olduğunu 5, deməli düzbucaqlının eni 10-dur. Eyni qaydada belə də göstərsəm, bax 10, 10, 10, toplam 30'dur. Deməli sahə S bərabərdir 300. Aha, sahə oldu 300. Baxın, oldu 300. İndi gəlin biz buradan nəyin sahəsini çıxaq? Əlbəttə ki, deməli dairələrin sahəsini çıxaq. Bir dairənin sahəsi S bərabərdir pi r kvadratdır. O zaman S bərabərdir 3 vurulsun. Bax, pi'ni 3 qəbul eləmişik. R'imiz də 5 idi. 25 eləyir 25 pi. Və buradan 25 daha doğrusu vur 3. Bu da eləyir 75. Deməli 75 olduğundan 3 dənə də 75 nə qədər eləyir? 225. 300-dən 225'i çıxanda qalır. Doğru cavab 75. O zaman doğru cavab E variantı. Keçdik 22-ci suala. Deyir loqaritma 3/1 əsasdan x-1 -2 və -4 aralığındadır. Deməli, biz buradan nə etməliyik yoldaşlar? Bu 3/1'i üzəri -4 yazmalıyıq. 3/1 üzəri -4-də əlbəttə ki, bilirsiniz ki, tərsinə çevrilir. 3/4 olur. Bu da eləyir 81. Aha, deməli x-1 81-dən kiçikdir. Bir də 3/1 üstü -2 də olacaq 9. 9'dan böyüdür. Deməli buradan x kiçikdir bərabərdir 82-dən, böyükdür bərabərdir 10-dan. 10 82 arasında da 82-dən 10 çıxırıb, deməli qalır üzərinə 1 gəlir 73 dənə olmuş olacaq. Növbəti keçdik. Natural ədədlərin, deməli A və B natural ədədlər deyir ki, A B-nin bölünəndir. A B-nin bölünəndi nə deməkdir? Yəni biz B-ni A-nı B-yə tam bölə bilirik. O zaman bunun kvadratları da olsa fərqi yoxdur. Yenə bunun əkobu A kvadrat olacaq, əbobu B kvadrat olacaq. Və bu 8-ə bərabər olacaq. A minus B vurulsun A plus B də bərabərdir 8 olduğundan, bax, müxtəsərlə açdıq. A plus B-ni 4 verib deyə, bu da 2 olacaq. A minus B də 2-dir. İndi A minus B əgər 2-dirsə, A plus B əgər 4-dirsə, toplasam bunları eləyəcək 3 ilə 1, 3 birində toplam hasili 3 eləymiş olacaq. Keçdik 24-də. Deyir A plus 1 bölü bərabərdir kökdə 13 olarsa, A minus 1 bölü A-nın ala biləcəyi ən böyük tam qiymətlə ən kiçik qiymətinin fərqini tapın. Biz bunun hər tərəfini yoldaşlar kvadrata yüksəltsək, olacaq A kvadrat plus 1 bölü A kvadrat plus 2 bərabərdir 13'ə. O zaman A kvadrat plus 1 bölü A kvadrat bərabərdir 13'dən 2 çıxanda 11. İndi baxın, buna da bir dənə T deyirəm. A minus 1 bölü A-nın da kvadrata yüksəldir. Nə olur? A kvadrat plus hər tərəfi T'nin kvadrata da yüksəldirəm. Olacaq A kvadrat plus 1 bölü A kvadrat minus. Buradan olacaq 2 bərabərdir deməli. Artıq kvadrata yüksəltdik. Çıxılsın 2 bərabərdir T kvadratla. İndi bunun qiyməti 11'dir. 11'dən 2 çıxanda 9 bərabər T kvadratına. T olur buradan müsbət 3, T olur mənfi 3. Deməli, fərqini istəyir buradan. 3'dən də mənfi 3 çıxanda mənfilər mənfi deyir 6 olmuş olacaq. 25. Çevrənin mərkəzindən, bax, bir dənə çevrə çəkdik. Bunun mərkəzindən perpendikülər qaldırılıb. Perpendikülərin uzunluğu 24'dür.
Deyir, müstəvisi üzərində olmayan üz nöqtəsi ilə çevrənin nöqtələri arasındakı məsafəni, yəni radiusu istəyir də bir növ. Bax, buranı birləşdirsək, bu 25 olacaq. Bura 24'dür, bura 25'dirsə, Pifagora görə bura 7'dir. Pifagor teoreminə görə 7. Diametri istəsə də 7'ni vuracaqsınız 2'yə, elədir 14. Deməli, 26-cı sual. Biri digərindən 20% az olan qonşu bucaqlardan böyüyün dərəcə ölçüsünü tapın. Biri x, o birisi 0,8x-dir. Qonşu bucaqlar dediyi üçün bunların cəmi 180 olacaq. Buradan 1,8x bərabərdir 180-ə. Deməli, buradan 18x bərabərdir 1800-ə, x də bərabərdir 100 olmuş olacaq. Böyüyün dərəcə ölçüsü ilə 100 olmuş olur. Keçirik növbəti 27-ci suala. Deyir ki, a bərabərdir x kubuk filan ifadəsi olarsa, deyir b də bu filan ifadə olarsa, a-nı birinci kvadrata yüksəldir. A-nı kvadrata yüksəldirəm, b-ni də kuba yüksəldirəm. Yoldaşlar, bunun dərəcəsi lazımdır mənə. Bunun ən böyük dərəcəsi eləyir 6, bunun dərəcəsi eləyir 12. Toplayanda isə ən böyüyünə baxılır. Bunlar cəmlənmir. Ona görə 12 olacaq. Deməli 1'ə getdi C. Sərbəst həddir. Bunda eləyir 9, bunda eləyir 125. Toplayanda 134. Həm də 1'ə C ilə D gedir. C deyini atdıq. Keçdik 2'yə. İndi qaytaraq əvvəlki vəziyyətinə. Qaytardıq. A-nın kvadratı olacaq, yəni yenə kvadrata yüksəlt. Bunu yenə kuba yüksəlt. Amma bu səfər vurulacaq. Bunun dərəcəsi 12 olur. Bunun dərəcəsi 9 olur. 12, daha doğrusu 6 olur. 6, bu da 12. Toplamı 18 olacaq. Deməli, buna B gedəcək. Deməli, 3'ün kvadrat 9. Bu sərbəst sətdə getməyəcək heç birisinə. Deməli, B də getdi. Sonra ən sonuncu A-nı kuba yüksəldirik. Bunu kuba yüksəldin dərəcə elədi 9. Bunu da kvadrata yüksəldəndə dərəcə elədi 8. Toplayanda ən böyük dərəcə deməli A olmuş olacaq. Yəni 9 olmuş olacaq. Sərbəst həddidə baxırıq. Deməli 3'ün kubu 27, 5'in kvadratı 25. Toplayanda 52. Buna da y getmiş olacaq. Yoldaşlar, artıq açıq qapalı sualları bitirdik. Gəlin ikinci qruplar üçün nəyə baxaq? Situasiya sualının izahlarına baxaq. Bir uşaq və bir böyük üçün biletin ümumi qiyməti 5,5 manatdır. Deyir, kinoteatrda böyüklər üçün biletin qiyməti uşaqlar üçün biletin qiymətindən 20% çoxdur. Yəni biri x-sə, o birisi 1,2x-dir. İndi bunun toplam cəmi 1,2x bərabərdir 5,5-dirsə, o zaman buradan 2,2x bərabərdir 5,5. 1,1 ixtisar etsəm 2x bərabərdir 5-ə, x bərabərdir 2,5. İndi x 2,5-dir. Yəni uşaqlar üçün artıq 2 manat 50 qəpik, böyüklər üçün isə bilet 3 manatdır. Nümayiş olunacaq film üçün eyni sayda uşaqlar və böyüklər üçün bilet satılaraq toplam 522,5 azim vəsait əldə olunub. Yəni, tutaq ki, T sayda adam gəlib, həm uşaq, həm deməli böyük. Və toplam bunların hər birini deməli eyni sayda olduğu üçün, bir uşaq, bir valideyn, bir uşaq, bir valideyn belə fikirləşək və hər biri üçün də 5,5 manat xərclənibsə, toplam da bizə verib 522,5. Deməli, T də buradan eləyir 522,5'i də 5,5'e böləndə harca 95. T burada olur 95. Deməli 95 nəfər uşaq var imiş, 95 nəfər böyük var imiş. Belə fikirləşin. Çünki 5,5 heç nədən gəlməyib. 5,5 2,5 uşaqlar üçün, 3 də böyüklər üçün. Deməli 95 də T-də 95 tapdıq da. Bu olacaq 95 vurulsun 2,5 üzərinə yazsın 95 vurulsun 3. Bax 95 dənə böyük, 95 dənə uşaq. Aha. Deyir, Həsənovlar ailəsi ata, ana və 3 uşaqdan ibarət idi və bilet aldılar. Həsənovlar ailəsi alınan biletlər üçün nə qədər ödəniş etmişdir? Fikirləşin uşaqlar. Bax, Həsənovlar ailəsi ata, anadır 2 nəfər və bu 2 nəfərin böyüklər üçün 3 manat idisə, 2 nəfərdilərsə 6 manat bura getdi. 3 dənə də uşaq hərəsi 2,5-dən, bu da 7,5. 6 o da 7,5, 13 manat 50 qəpik. Keçdik 29-cu suala. Deyir, Həsənovlar ailəsində ata ilə 3 uşağın, tutaq ki, atanın yaşı A olsun, uşaqların yaşı da P olsun. Yaşlarının 3'ü birlikdə, yaşlarının ədədi ortası. Artıq bunlar 4 nəfər eləyir də. Yaşlarının ədədi ortası 15 eləyir. Ananın da yaşını B götürək. Uşaqların yaşı yenə P-dir. Bunların yaşlarının ədədi ortası isə, yəni yenə 4'ə bölünür, 14 qalır. Deməli, bu deyir ki, ana atadan neçə yaş böyüdür? Daha doğrusu ata anadan neçə yaş böyüdür?
Deməli A plus P-ni tapsam 15'i 4'e vuraram, eləyər 60. B plus P-ni tapsam 14 4'e vuraram, 56. Tərəf-tərəfə çıxsam, deməli A minus B bərabərdir 4 olmuş olacaq. 30-cu sual, kinoteatrda cəmi neçə yer olduğunu tapın. Baxın yoldaşlar, burada cümlədə bir şey demişdi ki, boş yerlər qalmayıb. Boş yer qalmayıb o deməkdir ki, 95 dənə uşaq gəlmişdi, 95 dənə də böyük. Toplam 190 dənə uşaq gəlmişdir. Keçirik birinci qrupların açıq suallarının izahına, yəni ətraflıların izahına, bir də ən sonunda isbat məsələsi. Radiusu 12 və 7 olan kəskin iki çevrələrin mərkəzləri arasındakı məsafənin ala biləcəyi ən böyük və ən kiçik tam qiymətinin hasilini tapın. Yoldaşlar, kəskin iki çevrə maksimum toxunma halına gələ bilər. Amma bizdən kəskin dedik, çünki ortaq nöqtəsi olmamalıdır. Yəni bu olmamalıdır. Bu nədir? Erlərin cəmi. Bu kiçik yerdir, bu böyük yerdir. Deməli, aradakı məsafəni O olaraq götürürəm. Aradakı məsafə erlə erin cəmindən kiçik olmalıdır. Erlə erin fərqinin modundan böyük olmalıdır. Yəni 12-dən 7-ni çıxmalısan, o kiçikdir 12 ilə 7-nin arasında. Bax, bu aralıqda yerləşməli. Minimumda toxuna bilər də. Yəni bunun da çıxılır da mərkəz arasında məsafə tam. Bu olur 5 kiçikdir o bir nöqtəsi kiçikdir 12-nin üzərinə 19. Deməli 5 ilə 19 arasında 6 18 hasili də 60 48 108 olmuş olacaq. Deməli sonra keçdik 29-a. Bir B parametrinin hansı qiymət tənliyin köklərinin kvadratları cəmi 1-ə bərabər olar. Yoldaşlar, x1 kvadrat x2 kvadrat bərabərdir 1-dirsə, indi mən nə edirəm? Bunu yazaram x1 plus x2-nin kvadratı çıxılsın 2x1 x2 bərabərdir 1-ə. Mən görürəm ki, x1 plus x2 b minus 3 verir. Viet teoremində bu. Olacaq b minus 3'ün kvadratı çıxılsın 2 vurulsun x1 x2'miz də nədir? Plus 2 minus b-dir. 2 minus b bərabərdir 1'ə. İndi gəl bunu açaq. Oldu b kvadrat minus 6b plus 9 çıxılsın 4 plus 2b bərabərdir 1'ə. Burada eləyir b kvadrat minus 4b 5 plus 6 bərabərdir 0'a. Bu da olacaq yoldaşlar. İndi bizə nə deyir ki? B parametrinin hansı qiymətində? Deməli buradan 4b oldu. Buradan da b kvadrat. Bir dənə baxaq görək gedişatda problem varsa onu düzəldək. Plus 2b bərabərdir 1'ə. Oldu b kvadrat minus 6b plus 9. Aha, burada bir problem yoxdur. Plus oldu b kvadrat 9'dan 4 çıxanda 5, ondan da 1 çıxanda 4 qalır. 6 yazmışam. Bu olur 4. O zaman bu olur b minus 2'nin kvadratı bərabərdir 0'a. B də buradan olur 2 olmuş olacaq. Sonra sonda deyir ki, ispat edin ki, düzbucaqlı üstbucağın hipotenuz ətrafında fırlanmasından alınan cismin həcmi hipotenuza çəkilmiş hündürlüyün kvadratı ilə hipotenuzun hasilinə bərabərdir. Mən nə həcmi v bərabərdir? Bunu ispat eləməliyim ki, hipotenuza çəkilmiş hündürlüklə, yəni hc-nin kvadratı ilə hipotenuzun, yəni c-nin hasilinə bərabər olmalıdır. Yoldaşlar, bu hipotenuz ətrafında fırlansa belə olacaq da, düz deyilmi? Bax, burada sağ-sol konuslar aranacaq. Bax, sağ konus, bir də sol konus. Əla. Bax, bunun da çevrəsini çəksəm bura. Bax, sağ, bura m deyirəm, bura n deyirəm. Sağ konusun həcmi nə olacaq? Deməli, bu hc isə, bu da hc idi. Sağ konusun həcmi olacaq. Deməli, 3'də 1 hc-nin kvadratı pi, hc-nin kvadratı pi, yəni pi kvadrat, elə bir erimiz hc-dir də. Deməli 3'də 1 s oturacaq vurulsun h-da. H-mız da m-dir. Əla. Bax, bu oldu bu sağ konusun həcmi. Keçdik sol konusun həcminə baxaq. Bunun da həcmi v sağ. Bu da v sol. V solumuz da yenə 3'də 1. Yenə radius dəyişmir. hc kvadratdır. Vurulsun pi. Vurulsun bu səfər də c-yi n demişdik də. N bərabərdir. İndi pi-ni 3 qəbul eləməyimizi bizə buradan göstərib məsələnin şərtindən. Bunlar getdi. Bunlar da getdi. Tərəf-tərəfə toplasaq v sağ ilə v sol bərabərdir. hc-nin kvadratı m plus
HC'nin kvadratı n olmuş olacaq. Bərabərdir HC'nin kvadratını ortaq kimi çıxarsam n plus n. Gördüm n plus n c'ni verib olur HC'nin kvadratı vurulsun c. Və bu da artıq isbat olundu. Deməli artıq 30-cu sualdan da biz bitirdik. Oldu yoldaşlar. Gələn sınav izahlarında görüşərik. Özünüzdən müğayət olun.